Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif namazov riyaziyyat qiymətləndirmə kitabındakı tapşırıqları sizlərlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 67-deyik. Adi kəsirlərin vurulması mövzusuna C variantı ilə davam edirik. Bir də deyir, boş xanalara yazılacaq ədədlərin cəmini tapın. Əvvəlcə boş xanalara yazılacaq ədədləri tapmaq üçün vurmalıyıq. Vurmaq üçün qarşıq ədədi düzgün olmayan kəsrə çeviririk. 3-ə 9, üstünə 1 gəlirik 10. 3-də 10-u vurmalıyıq 5-də 2-yə. 10-la 5 ixtisar gedir, 2 dəfə düşür. Başqa ixtisar yoxdur. Məxrəcdə 3 qaldı, sürətdə 4 oldu. İndi bunu da vurmalıyıq. Deməli, burada oldu 3-də 4. Bunu da vururuq digər kəsrə. Onu da düzgün olmayan kəsrə çeviririk. 4-ü 1-ə, 4 üstünə 1, 5. 4-lər ixtisar gedir, qalır 3-də 5. Buranın da cavabı oldu 3-də 5. İndi bunların cəmini tapa bilərik. 3-də 4 üstə gəl 3-də 5. Bərabərdir 3-də 9. Bu da bərabərdir 9 3-ə bölünür. 3 dəfə düşür. Deyir, olarsa A üstə gəl B cəmini tapın. Yəni tapmaq üçün bu ifadəni hesablamalıyıq. 1-in üstünə 5-də 1 gəlmək üçün 1-i 5-də 5 kimi götürürük. Və üstünə 5-də 1 gələndə olur 5-də 6. Burada isə 1-i 6-da 6 kimi düşünürük. Çünki məxrəc 6-dır. Və üstünə 6-da 1 gəlirik, olur 6-da 7. Digərində isə cavab olur 7-də 8. 6-lar ixtisar gedir, 7-lər ixtisar gedir. Məxrəcdə 5 qalır, sürətdə 8 qalır. Biz A-nı tapdıq. İndi B-ni tapaq. Burada da yenə 3-də 3-dən çıxacaq, 3-də 1 olacaq, 3-də 2. Vurulsun. 4-də 4-dən 4-də 1 çıxacaq, 4-də 3 vurulsun, 5-də 5-dən 5-də 1 çıxacaq, 5-də 4. 3-lər ixtisar gedir, 4-lər ixtisar gedir, məxrəcdə 5, sürətdə 2 qalır. İndi bunların cəmini istəyir. A 5-də 8 idi, B-də 5-də 2 idi. Bunları toplayanda 5-də 10 eləyir, 10 da 5-ə bölünür, 2 tam düşür. Keçdik 3-ə. Bir ədədlərin hasilinə tərs olan ədədlə 1,7-də 1-in hasilini tapın. Əvvəlcə bunların hasilini tapmalıyıq. Bunun üçün düzgün olmayan kəsrə çeviririk. 3-3-ə 9 üstünə 1 gəlirik 10. Vurulsun. 5-i 1-ə 5 üstünə 2 gəlirik 7. 10-la 5 ixtisar gedir. Burada 2 yazırıq. Məxrəcdə 3 qalır. Sürətdə 2-yin 7-yə vuruq 14. İndi deyir, bu hasilə tərs olan ədəd. Tərs olan ədəd 14-də 3-dür. Və bu ədədlə bunun hasilini tapmalıyıq. Bunu da düzgün olmayan kəsrə çevirəndə 7 1-ə 7 üstünə 1, 8. İxtisar bunlar 2-yə bölünür. Bura 7 dəfə düşür. Bura 4 dəfə düşür. Başqa ixtisar yoxdur. 7-ni 7-yə vuruq, məxrəcdə olur 49. 3-ü 4-ə vuruq, sürətdə olur 12. 4-ə baxırıq, deyir, tənliyi həll et. Əvvəlcə, deməli, bu mötərizənin cavabını tapacaq. Mötərizə məhsul vuruğun yerindədir. 7-də 5-i vurub buna, cavab 1 edib. Biz məhsul vuruğu tapanda bölürük. 1-i bölməliyik 7-də 5-ə. Bölməyə hələ keçməmiş, amma bura gəldi, düşdü yenə. Amma bölmədən də bilərik ki, yəni biz bilirik ki, qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Ona ki, burada 7-də 5-dirsə, deməli, buranın cavabı 5-də 7 olmalıdır. Bölməklə bəs necə həll edirik? Bölmək üçün 1-i vururuq həmin kəsrin tərsinə və həqiqətən də görürük ki, 5-də 7 olur. İndi burada x-i taparıq. X bərabərdir. X artıq çıxılanın yerindədir. Azalan budur, fərq də budur. Azalandan fərqi çıxırıq. Düzgün olmayan kəsrə çevirək. 3-ü 3-ə 9 üstünə 1. Ya da çevirməsək də olar. Çevirək, çevirməyək. Çevirək, çünki sürəti kiçik olacaq sonra. Bu oldu 3-də 10, çıxılsın 5-də 7. Ortaq məxrəc 15-dir. Birinci kəsiri 5-ə vururuqsa olur 50, ikinci 3-ə vururuqsa olur 21 və bunlar çıxanda 15-də 29. Bu da bərabərdir. 29-un içində 15 bir dəfədir. Qalıqda 14 qalır, onu da sürətdə yazırıq. Aralarındakı məsafə 200 km olan iki stansiyadan eyni zamanda qarşı-qarşıya 2 qatar yola düşdü. Birinci qatarın sürəti bu qədər, ikincinin sürəti bu qədərdir. 1,2 saatdan sonra qatarlar arasında qalan məsafə nə qədərdir? Əvvəlcə birlikdə sürətlərini taparıq. Sürət 1 saata getdiyi yol deməkdir.
Ona görə ikisini toplayıb bunların bir saata getdiyi sürəti və yaxud yolu taparıq. Deməli, biri 62,5-4-dür, biri də 66-dır və bunları toplayırıq, eləyir 128,5-4. Bu 1 saata getdikləri yoldur. Bizdən 1 saat 1,3-2 saatı soruşur. Ona görə buna vurmalıyıq 1,3-2-yə. Vura bilmək üçün düzgün olmayan kəsrə çevirməliyik. 5-i 128-ə vursaq, kənarda vurum 40, 14 yadda 14, 640-ın da üstünə 4 gəlir, 644. Və bunu vururuq. Bunu da düzgün olmayan kəsrə çeviririk. 3-ü 1-ə 3, üstünə 2, 5. 5-lər ixtisar gedir. Qalır 3-də 644. Bunu da çevirək. Qarşıq ədədi 6-cında 4. 3 2 dəfədir, 4-cüdə 1 dəfədir, 14-cüdə 4 dəfədir. Qalıqda da 2 qalır. Deməli, bu qədər yol gediblər. Nə qədər yol qalacaq? Yol bu qədər idi. Deməli, bu yolun uzunluğundan çıxırıq tapdığımız cavabı. Getdikləri yolu. 280-dən 1 tamını ayırırıq. 279-dan 3-də 3 kimi yazırıq. Çünki məxrəc 3-dür digər kəsirdə. Və bundan çıxırıq 214-dan 3-də 2-ni. 79-dan 14 çıxırıq 65,3-də 1. Keçdik səhifə 68-ə. Deyir, olarsa A və B hasilini tapın. Deməli, hər birinin, əvvəlcə biz B-ni tapacaq. Sonra A-nı tapacaq. B-də adi misaldır, məchul heç nə yoxdur. Bunu hesablayaraq B-ni tapırıq. 3-də 2-ni vurmalıyıq. Bunu düzgün olmayan kəsrə çevirsək, 5-i 1-ə 5 üstünə 4 gəlsək 9. 9-dan 3 ixtisar gedir 3 dəfə. Başqa ixtisar yoxdur. Məxrəcdə qaldı 5, surətdə oldu 2-3-ə 6. İndi A-nı tapmaq üçün 1,6-da 1-i, bunu da düzgün olmayan kəsrə çevirsək, 6-da 7 edir. B-yə vurmalıyıq, yəni 5-də 6-ya. 6-lar ixtisar gedir, cavabda qalır 5-də 7. İndi də A ilə B-nin hasilini tapmalıyıq. Deməli, 5-də 6-nı vururuq 5-də 7-yə. İxtisar yoxdur. Sürəti məxrəcə vururuq. 25-də 42. Bu da bərabərdir 1 tam. 42-dən 25 çıxanda 17-yə. Deyir, olarsa bu ifadənin qiymətini tapın. X-i tapmalıyıq buradan. X məchul vurğun yerindədir. Bölməklə də tapa bilərik. Amma hasil 1-dirsə, bayaq dediyimiz kimi qarşılıqlı tərs ədədlərin hasili 1-dir. Bunun tərsini tapacaq. Bu düzgün olmayan kəsir kimi 12-də 13-dür. Deməli, X-də olacaq 13-də 12. İndi bu ifadənin qiymətini tapırıq. Düzgün olmayan kəsirə çeviririk. 3-də 26-nı vururuq 13-də 12-yə. 26 13-ə bölünür, 2 dəfə düşür. 12 də 3-ə bölünür, 4 dəfə düşür. Məxrəcdə heç nə yoxdur. Sürətdə 2-ni 4-ə vururuq. Cavab eləyir 8. Bir ifadənin qiymətini tap. 2-nin üstünə 2-də 1 gələndə 2,2-də 1 eləyir. Vurulsun. 1-i 3-də 3 kimi götürürük və 3-də 1 çıxırıq. Qalır 3-də 2. Vura bilmək üçün əvvəlcə düzgün olmayan kəsrə çeviririk qarşılığa ədədi. Bu edir 2-də 5, bu da edir 3-də 2. 2-lər ixtisar gedir. Cavab qalır 3-də 5. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Bunu tapa bilmək üçün düzgün olmayan kəsrə çevirəcəyik qarşılıqlı ədədləri. Bu bərabərdir 4-ü 1-ə 4, üstünə 3, 7. Bəli, 7-də 4 ilə 4-də 7 qarşılıqlı tərs ədədlərdir. Burada bu bərabərdir 5-i 1-ə 5, üstünə 3, 8. 5-də 8 və 8-də 3 qarşılıqlı tərs ədəd deyil. Bu bərabərdir. 6-nın 3, 18, üstünə 5, 23. Bəli, 6-da 23 və 23-də 6. Bunu da götürəcəyik. Yəni 3-ü. Burada hər ikisi qarşılıq ədəddir. 11-i 1-ə 11 üstünə 10, 21. Burada isə məxrəc 3-dür. Yazmağa ehtiyac yoxdur bunu artıq. Burada 9-u 4-ə 36 üstünə 4, 40. Bəli, bu da oldu. 9-da 40 və 40-da 9. Burada 7-ni 2-yə 14 üstünə 2, 16. 7-də 16. Burada isə
16'da 17. Bu olmadı. 1, 3, 5. C variantı. Deyir A və B ədədləri üçün uyğunluğu müəyyən edin. A və B qarşılıqlı tərs ədədlərdir, hasili filandır. Hasillərini tapmalıyıq qısacası. Əvvəlcə düzgün olmayan kəsrə çeviririk. Birincidə 4'ü 1'ə, 4 üstünə 3, 7. Digəri də 7'ni 1'ə, 7 üstünə 1, 8. Qarşılıqlı tərs ədəd deyil. İndi hasillərinə baxaq. 7'lər ixtisar gedir, 8'dən 4 ixtisar gedir, 2 dəfə düşür. Cavab olur 2. A və B hasili sadə ədəddir. Bəli, 2 sadədir. 1'ə uyğundur C. Keçdik 2'yə. Yenə düzgün olmayan kəsrə çeviririk. 5, 3, 15 üstünə 3, 18 vurulsun. 18'də 5 vurmağa ehtiyac qalmadı artıq. Hasil onsuz da bilirik ki 1'dir. Və bunlar qarşılıqlı tərs ədədlərdir. A uyğundur. Sonra üçüncüdə 5'e 2'ye 10 üstüne 4, 14. Digəri 7'ni 1'ə 7 üstünə 5, 12. 14'dən 7 ixtisar gedir, 2 dəfə düşür. Deməli, burada 5 qaldı. Orada 12'ni 2'yə vuruq, 24. 24'ü 5'ə bölündə 4 dəfə düşür. Qalıqda 4 qalır. AB kəsirinin kəsir hissəsi, hasilinin kəsir hissəsi 5'də 4. E bəndi uyğundur bura. Keçdik səhifə 69'a D variantına. Deyir, olarsa ifadənin qiymətini tapın. Elə burada hesablayaq. 12 ilə 18 hər ikisi 3'ə bölünür. Bura 4 dəfə, başqa nəyə bölünür? 6'ya bölünür. Bura 2 dəfə, bura 3 dəfə. Oldu cavab 3'də 22. Vurulsun, bunu da düzgün olmayan kəsrə çeviririk. 11'də 15. 22 11'ə bölünür, 2 dəfə düşür. 15 ilə 3'ə bölünür, 5 dəfə düşür. Cavab edir 10. Deyir ki, olarsa A çıx B fərqini tapın. A-nı tapaq. 3'də 5 olacaq. Birinci möhtərizənin cavabı. İkincinin cavabı 5'də 7 olacaq. Çünki buranı 5'də 5 kimi düşünürük. Yenə dediyim kimi. Yəni biz biri məxrəci istənilən ədəd kimi göstərə bilərik. Sürət və məxrəc eyni olan halda. Vurulsun, digəri də olur 7'də 9. 5'lər ixtisar gedir, 7'lər ixtisar gedir. 3'dən də 9 ixtisar gedir. 3 dəfə qalır 9 3'ə böləndə. İndi B-ni tapaq. Bu dəfə çıxırıq. 8'də 8'dən 8'də 1 çıxanda 8'də 7. Vurulsun, digərində 7'də 6, digərində 6'da 5. Burada 7'lər ixtisar gedir, 6'lar ixtisar gedir. Cavabda qalır 8'də 5. İndi A'dan B'ni çıxmalıyıq. A 3'dür. 3'dən bir tamın ayırırıq. 8'də 8 kimi. Çıxırıq 8'də 5'i. Bu da eləyir 2 tam 8'də 3. Deyir, ədədlərin hasilinə tərs olan ədədlə bu ədədin hasilini tapın. Əvvəlcə bunların hasilini tapmalıyıq. 3'ü 2'yə 6 üstünə 1, 7. Digəri 7'ni 1'ə 7 üstünə 4, 11. 7'lər ixtisar getdi, qaldı 3'də 11. Bunun tərsi isə 11'də 3'dür. Və bunu da vurmalıyıq buna. Bunu da düzgün olmayan kəsrə çevirsək. 28'in üstünə 5, 33. 33 ilə 11 ixtisar gedir, 3 dəfə düşür. Başqa ixtisar yoxdur. 7'də 9, bu da bərabərdir 1 tam 7'də 2'yə. Tənliyini həll edin. Əvvəlcə möhtərizənin cavabı nəyə bərabərdir, onu taparıq. Hasil 1'dirsə, deməli möhtərizənin cavabı bunun tərsinə bərabərdir. Yəni 1 tam 4'də 3 üstə gəl x bərabərdir 3'də 8'ə. X-i tapmaq üçün çıxırıq. 3'də 8 nəyə bərabərdir? Elə buradan yazaq. 2 tam 3'də 2'yə bərabərdir. 2 tam 3'də 2'dən çıxmalıyıq. 1 tam 4'də 3'ü. 2'dən 1 çıxırıq 1. 3'dən 4 ortaq məxrəc 12'dir. Birinci kəsiri 4'ə vururuq 8. İkincini 3'ə vururuq 9. Çıxmaq olmur. 1 tamı veririk ora. Qalır. Bura olur 20. 20'dən də 9 çıxırıq 11. Deyir, motosikletçi 1 tam 3'də 1 saat 41 tam 4'də 1 km saat sürətlə və 2 tam 4'də 3 saat 51 tam 5'də 1 km saat sürətlə getdi. Motosikletçi bu müddət ərzində cəmi nə qədər yol getdi? Deməli, yol tapmaq üçün bilirik ki, zamanı sürətə vururuq. Həm bunları vuracaq, həm bunları vuracaq. Sonra da onları toplayacaq. Cəmi nə qədər yol gedib onu tapacaq. Vurmaq üçün düzgün olmayan kəsirə çeviririk. 3'ü 1'ə 3 üstünə 1 4 vurulsun. 4'ü 41'ə 164 üstünə 1 165. 4'lər ixtisar gedir.
Bu da 3'ə bölünür. Neçə dəfə düşür? 5, 5, 55 dəfə düşür. Digərində bunu düzgün olmayan kəsrə çevirək. 4-ü 2-yə 8 üstünə 3 gələndə 11 vurulsun. 5-i 51-ə 255 üstünə 1 gələndə 256. 256 4-ə bölünür. 64 dəfə düşür. Deməli, məxrəcdə 5 qaldı. Sürətdə 11 64-ə vuruq. 704. Bunu da qarşıqa ədədə çevirək. 7-in içində 5 bir dəfə, 20-in içində 4 dəfə. 4 bölünmür 0 yazırıq. Qalıqda da 4 qalır. 140-dan 5-də 1 və 55 ilə də bunu toplayırıq. Bu da bərabərdir 195-dan 5-də 4. Keçirik səhvə 70-ə. Deyir, A-dan B-nin hasilini tap. Əvvəlcə B-ni taparıq. B-ni tapmaq üçün 4-də 3-ü vurmalıyıq. Digər kəsrə, bunu da qarşıq ədədə. Qarşıq ədəddə düzgün olmayan kəsrə çeviririk. 5-i 1-ə 5 üstünə 3, 8. 8 5-ə bölünür, 2 dəfə düşür. Məxrəcdə 5 qaldı. Sürətdə 3-ü 2-yə vuruq, 6. A-nı tapmaq üçün 1/3-də 2-ni, bunu da düzgün olmayan kəsrə çeviririk əvvəlcə. 3-ü 1-ə 3 üstünə 2, 5. 3-də 5-i vurmalıyıq, 5-də 6-ya. 5-lər ixtisar gedir, 3 ilə 6 ixtisar gedir, 2 dəfə düşür, cavab qalır 2. Və bunları vurmalıyıq. 5-də 6-nı vuracaq 2-yə. Bu da eləyir 5-də 12. Bu da bərabərdir 12-nin içində 5 2 dəfədir. Qalıqda da 2 qalır. Deyir, olarsa ifadənin qiymətini tapın. Deməli, yenini tapmaq üçün biz bu kəsrin tərsini tapacaq. Çünki hasili 1-dirsə, əvvəlcə bu hasili kəsri düzgün olmayan kəsir kimi yazırıq. 18-in üstünə 5 23. Deməli, y bərabərdir 23-də 6. Yəni bunun tərsi. İndi bunu vurmalıyıq digər kəsrə. Bu da bərabərdir 5-i 4-ə 20 üstünə 3, 23. 23-lər ixtisar gedir. 5-də 6, bu da bərabərdir 1/5-də 1-ə. Deyir, ifadənin qiymətini hesabla. 3-dən 4-də 3 çıxanda 3 tamdan 1 tamını ayırırıq. 2 tam 4-də 4-dən çıxırıq 4-də 3-ü. Bu da bərabər yazaq. Vurulsun. Digərinin cavabı 9-da 10 eləyəcək. Bu da bərabərdir. Birincinin cavabı olur 2 tam 4-də 1 vurulsun. 9-da 10. Vura bilmək üçün düzgün olmayan kəsrə çeviririk. 4-ü 2-yə 8 üstünə 1 9 vurulsun. 9-da 10. 9-lar ixtisar gedir. 4 ilə 10 hər ikisi 2-yə bölünür. Bura 2 dəfə, bura 5 dəfə. Cavab 2-də 5. Bu da bərabərdir 2 tam 2-də 1-ə. 9-da deyir, qarşılıqlı tərs ədədlər cütünü göstərin. Deməli, bu bərabərdir 9-u 1-ə 9 üstünə 2 11. Bu bərabərdir 4-ü 2-yə 8 üstünə 1 10. Bu olmadı. Burada buna dəymirik, buranı yoxlayırıq. 8-i 3-ə 24 üstünə 5 29. Bəli. 8-ə 29 və 29-da 8. 3-ü götürəcəyik. Bura bərabərdir 5-i 1-ə 5 üstünə 2 7. Bəli. 7-də 5-lə 5-də 7-də qarşılıqlı tərsdir. Sonra burada 7-ni 2-yə 14 üstünə 1 15 olmadı. Burada 7-ni 4-ə 28 üstünə 5 33. 7-də 33 və 30-da 7 olmadı. Sonra burada 4-də 6-ya 24 üstünə 3 27. Bəli, 4-də 27 və 27-də 4 olur. 3 2 6 2 3 6 yəni. Bu niyə yoxdur heç bir variantda? Baxaq, ki rəqəmi səhv yazdıq. Bəli, bu 4-də 3 yazmışam mən bura. Deməli, 2, 4, 6. A variantı və sonuncu sual deyir, A və B ədədlər üçün uyğunluğu müəyyən edin. Hasillərini tapmalıyıq qısacası. Birincidə 7-ni 1-ə vururuq, 7 üstünə 2 gəlir 9. Digəri isə 3-ü 2-yə vururuq, 6 üstünə 1 gəlir 7. 7-lər ixtisar gedir, cavab qalır 3-də. Bu da ixtisar gedir elə. 9 3-ə bölünür 3. Cavab edir 3. Yəni bunların hasili sadə ədəddir. 3 sadədir, bilirik ki, 1-ə uyğundur B. Sonra ikincini hesablayaq. 8-i 1-ə 8 üstünə 7 15. Digəri 5-i 2-yə 10 üstünə 4 14. 5 ilə 15 ixtisar gedir 3 dəfə. 8 ilə 14 hər ikisi 2-yə bölünür. Bura 4, bura 7 dəfə. Deməli, cavab olur 4-də 3-ü də 7-yə vuruq 21. Bu da bərabərdir. 21-in içində 4 5 dəfədir. Qalıqda 1 qalır. 5 tam 4-də 1. Kəsir hissəsi 4-də 1-dir. C bəndi uyğundur bura. Sonra üçüncüdə
4'ü 3'ə 12, üstünə 3, 15. Digər tərəfdə 15 ilə 4 yazılıb. Bəli, bunlar qarşılıqlı tərs ədədlərdir. Bunlar vurmağa ehtiyac yoxdur. Hasil bilirik ki, 1-ə bərabərdir. Deməli, burada uyğundur E. 2-yə həm də A uyğundur. Deyir, tam hissəsi 5'dir. Bəli, tam hissəsi 5 tapdıq. 2-də. Sonra nəyə yazmadıq? Bir dənə D-ni yazmadıq. Çünki heç birinin tam hissəsi 2 olmadı. Bəli. Vurmaya aid tapşırıqlarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun. Yeni videolarda görüşərik.